Bismillahirrahmanirrahim. Sual belədir ki, düşmən qarşısında vəzifəmiz nədir? Cavab bundan ibarətdir ki, Quran-ı Kərim buyurur ki, وَاعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Quran buyurur ki, hamılıqla Allah'ın ipindən möhkəm yapışın və ayrılmayın. Quran müsəlmanları birliyə dəvət edərək istənilən bir təfriqiyə qadağa qoyur. Alimlər sadə misal vururlar ki, hamılıqla başa düşək. O da budur ki, buyururlar ki, yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olanda əzəmətli bir təlatüm yarada bilir. Ağır turbinləri hərəkətə gətirir o yağış damlaları. Təklikdə o yağış damlaların təsiri yoxdur. Amma bir hövzəyə daxil olanda əzəmətli bir təlatüm yarada bilir. Ağır turbinləri hərəkətə gətirə bilir. Böyük şəhərləri elektrik enerjisi ilə təmin eləyə bilir. O zərif damcılar ki, yığışır bir dənə hövzəyə, orada bu işləri görür. Başqa bir misal, barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq şəklini alanda düşməni qorxuya salır. Baxmayaraq ki, əlimizdəki barmaqların bir-birindən fərqi var. Biri uzundur, biri qısadır, biri çobud, biri incə. Amma hər barmağın öz işi var. Hər barmaq öz işini dəqiq yerinə yetirsə, əldə güc yaranır. Diqqət edin, əldə güc yaranır. İndi müxtəlif istedadlı barmaqlar bir yerə toplananda nə yaranır? Böyük güc yaranır. Böyük güc yaranır ki, bunu heç kəs yıxa bilməz. İndi, əziz müsəlman bacı və qardaşlar, aramızdakı fərqlərə görə bir-birimizdən uzaqlaşmayaq. İnanın ki, eyni uzunluqda, eyni qalınlıqda olan 5 barmağın yaratdığı yumruq, fərqli barmaqların yaratdığı yumruqdan qat-qat zəifdir. Biz bayaq saydıq əvvəldə ki, bu yumruğu təşkil edən bu barmaqlardır. Biri zərifdir, biri uzun, biri qısa. Bunlarında olan güc və istedad, o barmaqlar ki, biz görürük ki, uzaqdan ki, onların hamısı bərabərdirlər və yığılıblar bir yerə, bunda olan güc ondan qat-qat yuxarıdır. Buna görə də düşmən qarşısında yumruq tək birləşməliyik. Düşmən qarşısında vəhdətimiz olmalıdır. Düşmən bizim vəhdətimizi görməlidir. Və biz bununla da eləyə bilərik ki, vətənimizi, torpaqlarımızı, müqəddəs dinimizi və dini dəyərlərimizi bu vasitə ilə, bu vəhdət vasitəsilə qoruya bilək. Allah vəhdətimizi əlimizdən almasın və bizi həqiqi İslamsevər şiyələrdən qərar versin inşallah.